Salam əziz və hörmətli dostlar, dildaşlar, vətəndaşlar, qardaşlar və fikirdaşlar. Xoş gördük. Çox az fürsətim var, onun üçün sürətlə oxuyacağam. Türkçülüyün əsaslarını oxuruq və Ziya Gökü Alp yazıbdı 100 il bundan öncə 59-cu səhifəni oxuruq. Dedi, o halda milli dayanışmanı qüvvətləndirmək üçün hər şeydən öncə vətəni əxlaqı yüksəltmək üçün nə yapmalıyıq? Dünən dedi ki, vətəni əxlaq ingilislərin yanında çox mühümdür. Birinci və ikinci dünya savaşında bir dana, xüsusən birincini deyir, bir dana ingilisli tapılmadı ki, vətəninə xiyanət edəsin. Amma minlərcə türk və minlərcə fars, minlərcə ərəb öz millətlərinə, vətənlərinə xiyanət elədilər. İndi deyir ki, əgər vətəni əxlaq ki, ingilislərin var idi, amma mədəni əxlaqları çox kötüdür deyir. Deyir ki, indi onda milli dayanışmanı qüvvətləndirmək üçün, milli mübarizəni, milli güclüyü, milli dayanmağı, müqaviməti gücləndirmək üçün, qüvvətləndirmək üçün, qüvvət ərəbcə sözdür, türkün kəlmə ilə mürəkkəb bir feil düzəldibdir. Qüvvətləndirmək üçün hər şeydən öncə, hər şeydən qabaq, əxlaqı yüksəltmək üçün nə yapmalıyıq? Nə etməliyik hər şeydən qabaq? Milli əxlaqı düzəltmək üçün, gücləndirmək üçün. Vətən, milli kültür demişdik. Demişdik ki, vətən ibarətdir milli kültürdən. Demək ki, vətən din, əxlaq və estetik gözəlliklərin bir müzəsidir, bir sərgisidir. Demək ki, vətən, yəni torpaq hətta, din, əxlaq və estetik ki, dedik, hünərdir. Gözəlliklərin, bunların hamısı gözəlliklərin bir müzəsidir. Yəni, bir müzə düzəltmişik, o gözəllikləri yığmışıq ora. Bilmirəm, dini necə qoymaq olar ora. Çünki dinlər normalda gözəllik deyirlər. Normalda çox da yaramaz bir şeydirlər. Bir müzəsidir, bir sərgisidir. Sərgi də bilirsiniz, nümayişgaha deyilir. Farsça nümayişgah deyirlər, sərgi. Vətənimizi içdən gələn bir aşqla sevməmiz, bu səmimi gözəlliklərin bütünü olduğu üçündür. Deyir, vətəni niyə sevirik? Bu suala istəyir cavab versin. Vətənimizi içimizdən gələn, ürəyimizdən gələn bir aşqla sevməmizin səbəbi, sevməyimizin səbəbi, ya sevməmizin səbəbi sevmək olacaq, sevməyim, onun üçün bu şey olmur, biraz yumuşaq deyilsin, sevməmizin səbəbi nədir? Bu səmimi gözəlliklərin ki, üstadın saydı, bütünü olduğu üçündür. Vətən ibarətdir bunların hamısından, hamısı. Yəni, vətən ibarətdir milli kültürdən, vətən ibarətdir dindən, vətən ibarətdir əxlaqdan, vətən ibarətdir hünərdən. Və bunların sərgisi vətən özüdür, müzəsi də oradır. Bu səmimi gözəlliklərin bütünü olduğu üçündür. Bunların hamısının olduğu üçündür. O halda milli kültürümüzü bütün gözəllikləri ilə nə zaman meydana çıxarırsaq, vətənimizi ən çox o zaman sevəcəyik və bu qədər şiddətlə sevəcəyimizi o sevimli vətən uğruna indiyə qədər yaptığımız kimi yalnız təhlükə zamanlarında həyatımızı deyil, barış zamanlarında da bütün şəxsi və toplum tutqularımızı, ehtiraslarımızı yazıb mütərcim, fəda edəcəyik. Uzun bir cümlə, amma gözəl cümlə deyir ki, o halda milli kültürümüzün bütün gözəllikləri ilə nə zaman, hangi zaman yəni meydana çıxarsaq, o milli kültürümüzün gözəllikləri deyir, hər zaman meydana çıxarsaq, qanşara çıxarsaq, meydan burada olur qanşar, qanşara çıxarsaq, vətənimiz üçün, vətənimizi ən çox o zaman sevirik. Ha zaman hər kəs öz ürəyi ilə və əli ilə, istəyi ilə
vətənimizin gözəlliklərini nümayişə qoysa, ərz eləsə, ki, dedi nə sahələrdədir, hətmən lazımdır hər şeydə olsun. Düşüncə sahəsini demir, mən bilmirəm niyə burada onu demir. Çünki fəlsəfə ya düşüncə sahəsi çox önəmlidir. Ta, məsələn, nə bilim, din sahəsi, məsələn. Ən çox o zaman sevəcəyik. Bəs o zaman vətənimizi daha çox sevdiyimiz üçün bir iş görürük. Və bu qədər şiddətlə sevəcəyimiz o sevimli vətən uğruna bu qədər şiddətlə, güclə sevəcəyimiz, yəni sevdiyimiz o sevməli vətən uğruna, vətənə görə, vətənin yolunda, uğruna, yolunda onun üçün indiyə qədər yaptığımız kimi, indiyə qədər nə vətən üçün eləmişik ki, mütəəssifanə biz Güney Azərbaycan indiyəcən vətəni xarab eləməkdən qabaq satmaqdan sonra bir iş görməmişik. Çoxumuz, yəni mən cəm bağlıram, hamını deyirəm, amma vaqiət budur ki, %99'umuz və sənə heç iş görməmişik. Yalnız təhlükə zamanlarında həyatımızı deyil, deyir sadəcə təhlükə. Təhlükə ərəbcədir, xətər və zərər zamanları. Zərər zamanları, zərər də ərəbcədir, bunu gərək türkcə deyək. Ziyan. Fikirəm o da ərəbcədir. Ziyan, yox, ərəbcə gərək olmasın. Ziyan zamanları deyir ki, ya xətər, təhlükə, ziyan zamanları sadəcə həyatımızı deyil. Yəni o zamanlar fəqət həyatımızı verməyəcəyik vətən üçün. Bəlkə barış zamanları da. Barış, sülh. Sülh ərəbcədir, onun türkçəsi barış. Barış zamanlarında da bütün şəxsi və toplum tutqularımızı, tutqular yəni əlaqələrimiz, o şey ki bizi tutturur, bizə həyat yaşamağa səbəb olur. O tutqularımızı, ehtiraslar yəni o hırslarımızı, o istəklərimizi, həvəslərimizi əslində fəda edə biləcəyik. O vətən üçün hətta deyir, sülh zamanında vətənə fəda edə bilərik. Ondadır ki, biz şey yox. Görünür ki, milli dayanışmanı qüvvətləndirmək üçün ilk öncə milli kültürü yüksəltməklə sorumlu olan aydınların bu işi çabuk başarmaları gərək. Deyir ki, bu da sözü dedik ha, buradan bəlli olur ki, görünür ki, bəlli olur ki, milli dayanışmanı, müqaviməti qüvvətləndirmək üçün, gücləndirmək üçün ilk öncə yap əvvəl milli kültürü yüksəltməklə, milli kültürü gücləndirmək, yüksəltmək sorumlu olan aydınların, yəni bir insanlar, aydınlar məsuldurlar bu haqda. Bu işi çabuk farsça olubdur. Çabuk, yəni sürətlə, hızlı başarmaları gərəkir. Deyir, onlar bu işi başara bilərlər. Onlar ki, ədəbiyyatda işləyirlər, şeirdə işləyirlər, yazmaqda işləyirlər, jurnalizmdə işləyirlər, fəlsəfədə işləyirlər, onlar ki, medialarda işləyirlər, onlar ki, hünərdə işləyirlər, sinemada işləyirlər, dedim şeiri falan, bunlarda işləyirlər, kitab yazırlar falan. Bunların işləri musiqidə işləyirlər, rəqsdə işləyirlər. Bunların daha çox, bunlar sürətlə bu vətəni sevgini həm hər zaman eləyə bilirlər, üzə çıxasınlar. Milli dayanışmanın birinci təməli vətəni əxlaq olduğu kimi, ikinci təməli də mədəni əxlaqdır. Pəs milli dayanışmanın müqaviməti milli da, indi buna ərəbcə müqaviməti milli deyək. Milli müqavimət, milli dayanışma, milli mübarizə, milli hərəkət, milli gücləndirmə məmləkəti, milləti deyir, bu birinci təməli nə idi? Vətəni əxlaqdır. Vətəni əxlaqdır dedi ki, vətəni sevəcəksən və o gözəlliklərin hər zaman üzə çəkəcəksən, öndə tutacaqsan. Lazım deyil ki, savaş zamanında fəqət vətənə canını fəda eləyəsən, ya işlər və vətənin yolunda qoyasan. Bəlkə sülh zamanı da vətən üçün əlindən gələni yapacaqsan və lazım olsa canını verəcəksən. İkinci təməli nədir? Təməl dedik ki, nə? Payası, bünövrəsi mədəni əxlaqdır.
Mədəni dedik ki, ictimai, toplumsal əxlaq. Yadınızda olsa, mədəniyyətlə mədənini dedi ki, bunları iştibah salanda mənalar fərqli olur. İndi görək, vətəni əxlaq öz millətimizi qutsal tanımaqdan ibarət olduğu kimi. Pəs vətəni əxlaqı bir tərif elə görək nədir? Deyirəm, vətəni əxlaq öz millətimizi, bizim millətimiz şimdi türk. Hər kəs türkdür və hər yerdədir. O bizim vətənimizdir. Vətənim sensin. Çox gözəl şeydir, dizidir. Öz millətimizi qutsal tanımaq, müqəddəs tanıyacaq. Ağa, mənim millətim müqəddəsdir. Heç kəs dünyada mənim millətimə cəsarət eləyə bilməz. Canımızdan gərək geçək və bu cəsarətlərin qabağını alaq. Əgər biri coş deyir, biri tohin eləyir, biri filan eləyir və əgər o küçədə rahatca dolanır, bu deməkdir ki, bizdə vətən qeyrəti yoxdur. Vətən müqəddəs deyil. Pəs vətəni əxlaq öz millətimizi qutsal tutmaq. Tanımaq, yəni buna inanacı yox. Tanımaq nədir? Bir şeyi rəsmiyyətə tanırsan. Məsələn, ana dilini İranda rəsmiyyətə tanımırlar. Amma sən bunu rəsmiyyətə tanırsan ki, mən türkəm, mənim dilim və millətim müqəddəsdir, mənim vətənim müqəddəsdir. İndi buna kim gözün əyə bilər, kim ağzını əyə bilər? Ona tay, mədəni əxlaq nədir ağa? Mədəni əxlaq da millətimizin diləri ilə onlara bənzəyən digər fərdilərin sayğın tanımaqdan ibarətdir. Burada şeyləri düşübdür. Mən çox üzr istəyirəm bunu. Mədəni əxlaqda millətimizin fərdiləri ilə onlara bənzəyən digər fərdiləri sayğın tanımaqdan ibarətdir. Mədəni əxlaq nədir? Mədəni əxlaq bu oldu. Millətimizin fərdilərin, bireylərin, hər tək və təkin. İndi deməyək ki, bu işi nədir? Deməyək ki, bizim sözümüz kimi fikirləşir, düşüncə yox. Amma vətəni sevir, vətən aşiqidir. Vətəni satmır. Vətən xain deyil. Onu istisna edir. Amma biri məsələn bir iş görür ki, bizim xoşumuz gəlmir. Fərdiləri ilə onlara bənzəyən, indi bizə, millətimizə bənzəyən, məsələn, Türkiyəlilər, Azərbaycanlılar, Türkəmənlər, Qəşqailər, Əraqdakı türklər, Suriyədəki türklər, Türkmənistandakı, Qəzaqistandakı, Üzbəkistan, hansısı ki var, hər yerdə var, Uyğur, bunların hamısının onlara bənzəyən digər fərdləri, bireylər, fərd, birey, sayğın, yəni möhtərəm tanımaqdır, ibarətdir. Tanımaq, yəni bunu da rəsmiyyətə tanımaqdır ki, hər kəs bizim tayı düşünür və bizim dilinə danışır və bizim vətəni sevir və bizim vətəni öz vətəni bilir. Buna bir sayğı qoymalıyıq. Cəmiyyət qutsal olunca onun fərdiləri də qutsal olmazmı? Əgər toplum, cəmiyyət, toplum ya topluluq, əgər topluluq qutsaldır, çünki bizdəndir, türkdür. Əgər topluluq, cəmiyyət qutsaldır, müqəddəsdir, qutsal müqəddəs, onun fərdiləri, onun üzvləri, hər birey ki o cəmiyyətdə var, o da qutsal olmazmı? İndi bunun işi nədir, onun gücü nədir? Bu bizim nəzərimizdən düz işlir, pis işlir, yaxşı işdir. Onlar milaç deyil. Onun üçün diqqət buyurun. Mən bunu Cunas TV-də 2013-də də demişəm. Dəfələrcə bunu təkrar eləmişəm həmişə. Mənim vətənimin oğrusu, mənim vətənimin oğrusudur. Mənim vətənimin muğtadı, mənim vətənimin muğtadıdır. Mənim millətimin muğtadıdır. Mənim vətənimin fahişə, oğlan fahişəsi ya xanım fahişəsi, mənim vətənimin fahişəsidir. Biz onların haqqından müdafiə eləyəcəyik. İşlərindən xoşumuz gəlmir. Qəbul eləmirik. Düz deyil. Amma mənim millətimdən, hər halda bunun mücazatı da mənim millətimin vasitəsilə olmalıdır. Amma əvvəlcə niyə o adam o işə düşübdür? O dəlili aradan qaldırmalıdır. Dəlili aradan qaldırmamış biz əgər gələk bir işə əl qoyaq, o nə olar? Cinayət olar. Biri muhtaddır, işi yoxdur.
Biri fahişəlik edir, kişi ya oğlan. Yəni xanım ya kişi fərq etmir. Fahişədir. Onun müşkülü nədir? Bir iddə müşküllər dedim uşaqlıqda bizim zehnimizə soxulur. Ömür boyu bizlə gəzir. Onları gərək həll eləyək. Bir iddəsi sonradan ictima yaradır, toplum yaradır, dövlət yaradır, sistem yaradır, zəif, iqtisad, pulsuzluq, işsizlik bunlar yaradır. Bunların qabağını almaq. İnsanların təmayüllarının qabağını açıq qoymaq. İnsan nə istir eləyə, onun qabağı açıq qoymaq ki, o işi görə bilsin ki, vaxt eləməsin ki, sizin məvadlı müxəddirin alışsın. O halda vətənimizi, millətimizi nə cür sevirik? Pəs, o halda, yəni indi farsça pəs deyirlər. O halda vətənimizi və millətimizi nə cür sevirik? Millətdaşlarımızı da öyləcə sevməliyik. Biz vətənimizi və millətimizi sevirik, millətdaşlarımızı, yəni o adamlar, o bireylər ki, bizim millətin üzvləridir. Dedim, fərq etməz. Biri komünistdir, biri filandır. Yox, biz bunların düşməni deyilik. İnsan fikir azadlığı var. Nəqd eləyək bir-birimizə möhtərəmanə. Çünki o komünistdir, bu filan kəsdir, o filan. Bunlar yox, bunlar gəlməyək. Xiyanət parçası gəlməsin araya. Komünist olsun, Azərbaycan komünist olsun. Necə ki, Farslar Fars komünistidir, İran komünistidir. Kürtlər Kürt komünistidir. Bəluçlar Bəluç komünistidir. Ruslar Rus komünistidir. Almanlar Almanist. Bizimki niyə məsələn Azərbaycanlılar İran komünistidir? Burasıyla müşkülümüz var. Fikriyle yox. Biz insanların düşüncəsi bizlə fərqli. Məsələn deyir ki, biz İran içində qalmalıyıq. Dəlillərin gətirir. Amma vətənin və millətin sevir. Deyir, mən millətimin yolunda ölərəm. Ən sonunda millət seçəcəkdir. Millət seçdiyində mən təsliməm. Tamam, bu qəbuldur. Yəni, biz onu bizlə müxalif, bizlə fərqli düşünür deyə onu mühakimə ya onu mürtəd elam etməməliyik. Mücazat etməməliyik. Millətdaşımızı da öyləcə sevməliyik. Bütün millətdaşlarını sevməyən bir adam millətini də sevmir deməkdir. Əgər tamam millətimizin içində hər kəs var, oğrusu əyrisi ilə birlikdə, hamısını sevməyən bir insan millətini necə sevə bilər? Bu bunu deməkdir ki, o milləti istisna edir. Deyir, mən bunu sevmərəm, mənim fikrimlə deyil, bunu sevmərəm, yolu mənimlə deyil. Bu istisnalar olmaz. Bu istisnalar bunun gerçi yoxdur. Bu adam adamları seçki ilə seçir. Hər kəs mənə bənzir, onu sevir. İndiyə qədər aydınların xalqı və xalqın da aydınları sevməsi mümkün deyildi. Çox gözəl bir söz deyir. Deyir ki, indiyə qədər, elə bizim indi günü Azərbaycanda bu günə qədər, aydınların xalqı sevməsi mümkün deyildir. Aydınlar xalqıdan qaçırdılar. Bunlara əvam, sadə, kətli, gerib, qalmış deyirdilər. Qaçırdılar. Sevmirdilər. Mənə türk deyəndə acığım gəlirdi, ona türk deyəndə acığı gəlirdi. Bizi də təhqir elərlər. Mən ustad danışqaham, mən yazaram, mən ruznamenigaram, mən siyasətçiyəm, mən fikirçiyəm, filanam, bəhmanam. Mənə də təhqir edirlər. Onlar deyirlər, türk xər mənə də gəlir. Bəs mən əslən bu milləti sevməyim. Və xalqın da aydınları, o tərəfdən də xalq da aydınlarını sevmirdi. Bunun üçün görürük, baxın, elə indi baxsaz, aydınlar bir tərəfdədir, xalq bir tərəfdədir. Çox böyük dərddir. Hizbilər bir tərəfdədir, millət bir tərəfdədir. Çoxu da bizim içəridə mənfi təbliğat elədiyimizdir. Biz fikirlik, hizb gərək gələ bizə pul verər. Axı hizb pul verməz ki, hizbdə işləyən hizbə pul verər. Bizim aydınlarımızın, aleykümselam, bizim aydınlarımızın hizbidən çox əcib düşüncələri var. Bunu İranda yaradıblar ki, hizb dövlətə bağlı olar, dövlət ona büdcə verir. Dövlətə bağlı olan hizb müstəqil ola bilməz ki. Müstəqil danışa bilməz.
Çünkü niye sevənməzlər bunlar bir-birini? Çünkü aydınlar tərbiyələrini Osmanlı mədəniyyətindən, xalq isə Türk kültüründən almışdılar. Deyir ki, Osmanlı dövrünün aydınları tərbiyələrini, çünkü aydınlar tərbiyələrini, yəni dərs oxumaq və fikir düşüncələrini, rəftarlarını, əxlaq, mədəni əxlaqlarını, ya hətta milli əxlaqlarını Osmanlı mədəniyyətindən almışlar. Bizim Güney Azərbaycanda yuxarı təhsilatı olanlar, idarələrdə işləyənlər, aydınlar. Bunlar kimdən alıblar mədəni əxlaqların, yəni tərbiyələrin? Tərbiyyət həm zehniləri tərbiyə olubdu, həm əxlaqları, həm davranışları hamısı tərbiyə olubdu. Ne ol? Onları kimdən almışıq? Biz pan-İranist və pan-farsistlərdən almışıq. Onun üçün də biz dəqiqən karbon kimi, istensel kimi, yəni fotokopi maşını kimiyik. Bizi bir fotokopi maşınına çeviriblər, nə qoyublar, biz fotokopi edirik. Onu deyir. Xalq isə Türk kültüründən almışlar. Millətimiz kimdən alıbdı? Dərs oxumayanlar xüsusilə, ya aşağı dərs oxuyan, öz milli kültürlərindən tərbiyələrini alıblar. Bunların da içində qatışıqdı. Niyə? Çünki radyo, televizyon var. O zaman radyo, televizyon yox idi. Ruznamə var, sinema var, musiqi var, əkslər var, afişlər var, təbliğatlar var, süxənranlıqlar var, filanlar var, məçid var, mənbər var. Bunların da hamısından biz tərbiyə oluruq. Hər gün tərbiyə oluruq və tərbiyənin üstünə, tərbiyələr mıxdılar, bizim zehnimizə vururlar və hər gün bir dana üstünə izafi vururlar. Üstünə bir çəkiş vururlar, daha dərincedir. Ayrı tərbiyələrlə yetişən iki sınıf necür bir-birini sevə bilər? Biri də pan-İranistdir, pan-Azərbaycandır, üzrəm, pan-İranistdir, pan-farsistdir, pan-şiədir. Biri də türkçü. Bunlar bir-birini necür sevərlər? Biri də türk, yəni dini də o qədər bilmir, siyasəti də o qədər bilmir. Bunlar təbii şeydirlər, aydın deyirlər. Bunlar millətdir. Millətimiz budur. Ağa, bizim millətimizdir bu. Mən Günas TV-də dəfələrcə demişim, ağa, indi Təbrizdə o bir çox çıxartdılar şeyin adına. Ne deyim? Mələkutinin adına bir coş çıxartdılar. Dedilər ki, bizə tarix düzəldirlər. Ya belə bir coş var idi, yadımda deyil. Dəqiqən nədir? Deyirdi ki, hər halda belə bir coş var idi. Baxın, bizə indi Təbrizdə orada burada oturublar, bunlar yeraltı üstü saxtmanlardan bizə tarix düzəldirlər ki, bizi bağlayacaqlar bunlar Həxamənişiyə, fulana, bəhmana ki, Təbriz o zamanlarında indi düzəldirlər də. Mən Təbrizdə olandan bunun xəbərlərini vermişəm, hala da bu cür davam edir və bunun qabağını almaq gərəkir. İndi ayrı tərbiyə olan, iki dənə ayrı tərbiyə yetişmiş, tərbiyə ilə yetişmiş. Yəni biz indi yetişmişik da, biz indi dərməli olmuşuq. Bizim də zehnimiz dolubdur. Yetişmiş iki sınıf necür bir-birini sevə bilərlər? Axı, bir-birindən sevənməzlər ki, bir-birindən düşmən olarlar. Burada qaranlıq düşür, mən məcbur oldum ki, bunu vuram. Bundan başqa aydınlar sarayın qullarıdırlar. Bir də burası var. Onlar ki, aydınlar deyir ki, Osmanlının dövründə sarayın qullarıdırlar. Sarayın nökəridirlər. İşçisidirlər. Dəqiqən aydınlar İranda farsların nökəridirlər. İdarədə işləyənlərə baxın, bunlar aydınlardılar. Danışqahlarda işləyənlərə baxın, hizbilərdə işləyənlərə baxın, ruznamələrdə, mətbuatda işləyənlərə baxın, kitabları yazanlara baxın, mütərzimlərə baxın, filmlərdə, seriallarda çalışanlara baxın. Yəni, hamısı İran dövlətinin nə edilər? Pan-farsizmin və pan-İranizmin nökərləridirlər. Nə üçün nökər? Onlar əmir verəcəklər, burayı icra eləyəcəklər, bizi də öldürə bilərlər. Vətənimizi də satarlar. Bundan başqa, aydınlar sarayın qullarıdırlar. Məmur olduqları zaman xalqı soyaraq sarayın israf və əyləncələrini xidmət etməkdən başqa bir şey düşünməzdilər. Deyir, onlar məmur olanda, dedik da, indi bunlar Güney Azərbaycanın da vəziyyətini dedik. Zaman, məmuriyyət verilən zaman, məsələn, indi zindanda görürük ki, sərbazlar kadrdan çox milləti vurur. Həm xiyabanda etiraz eləyəndə, həm zindanda, həm hər yerdə. Niyə? Çünki ona deyirlər ki, sən məsələn vurmasan, səni mən mücazat edəcəm.
Və bu da vurur. Əvəzin ki, qaçadı, ya mən qaçıram, mən sərbazlıq eləmirəm. Qaça, milləti vurur. Xalqı soyaraq, o zaman xalqı soyurdular. Cibin, indi də bizi İranda soyurlar. Bizim malımızı, sirvətimizi, yeraltı, yerüstü, tamam sirvətlərimizi aparırlar. Sarayın, farsların israfına, fars dilinə dünyanın hər yerində mədrəsə düzəldilər, burs verirlər. Torontoda belə indi bilmem 30 nəfərə, ildə neçə nəfərə burs verirlər ki, fars dilində lisans və fوق lisans və doktora oxusunlar. Və israf və əyləncələrinə, onların coş deyə, onlar əyləncə, yəni onların başlarını qatmağa, əyləncə kef eləməqla, keflərinə. Kef, beləsi tərcümə eləsək daha yaxşıdır. Əyləncə keflərinə xidmət etməkdən başqa bir şey düşünməzlər. Bunlar da fəqət onlara xidmət eləmək. Yəni, Güney Azərbaycanda baxın, aydınlara, aydınlar kommunist olsun, dinçi olsun, milliçi olsun. Həmin o görürsünüz, bunların hamısı kimə xidmət edir? Panfarsizmə, pan-İranizmə. Bir şey, ayrı bir şey düşünməzlər. Və rəftar da eləməzlər. Təbii, bu yöndən də əzilmiş xalq onları sevməzdi. Bu yoldan da ki, millətimizə zülm eləyir, millət də onlardan xoşu gəlməz. Bizi görəndə deyirdi, sən nə xəbərini qarısan? Yəni ki, bu adam istəyir ki, mənim səndən xoşum gəlmir. Molladan xoşu gəlmir. İdarədən xoşu gəlmir. Ordudan xoşu gəlmir. Polisdən xoşu gəlmir. İttilatdan xoşu gəlmir. Bəsisdən xoşu gəlmir. Sərbazdan xoşu gəlmir. Niyə? Deyir ki, sən kimsən, mən kiməm? Biz iki ayrı bir şey dalıcaq. Aralarında riqabət, həsəd, çəkməməzlik kimi tutquları doğduğu üçün aydınların özləri də bir-birlərini sevməzdilər. Deyir, aydınlar özləri də bir-birini sevməzlər. Mütəəssifənə bu mərislilik hala bizim içimizdə, Azərbaycan fəallarının içində də bu mərislilik bəzilərinin içində var. Bəzilərinin içində var. Filan kəs mənə dedi, qaşın sənin şeydir, başın sənin tükü azdır, tükü yoxdur. Niyə dedin sən? Ağa, dedi. Əsən vəzifəsi o desin. Sən meydana girmirsən, bir iş görürsən. Bunu qoyacaqsan, hamı səni nəqd eləsin. Sən burada oturmayacaqsan, hamıya cavab verməyəcəksən. Millət səni nəqd eləməlidir, sən də qulaq asmalısan. Lazım olanda qəbul eləyəcəksən, üzr istəyəcəksən, lazım olanda deyəcəksən, yox, belə deyir, üstündən keçəcəksən, dostlar da nəzər veriblər, lütf eləyiblər, amma biz də işimizi görürük. Aralarında, yəni bu şeylərin, aydınların məsələn, riqabət. Bunlar bir-birinin riqabət varlarıdır. Həsəd. Bir-birlərini həsəd edirlər. Niyə o cürdür, mən bu cürəm, niyə o məşhurdur, mən məşhur deyiləm, niyə o filan yerdə, filan şey, o filan cür, niyə o yazdı, mən yazacaqdım, indi onu mən gərək təxrib eləyəm, niyə məsələn bu fikir belə oldu. Bunlar riqabət, fikir riqabət hətta. Çəkməməzlik. Bir-birini çəkmirlər, yəni bir-birini təhəmmül ərəbcəsidir. Çəkməməzlik, təhəmmül etməmək kimi tutqular, yəni bunlarda bir hissi var. Olduğu üçün aydınların özləri də bir-birini nələr sevməzdilər. Çəpi millisini sevməz, millisi dinçisini sevməz, dinçisi onların heç birini sevməz, ruznameniqari filanını sevməz, o birisi, bunların hamısı. Məmləkətimizdə bir-birini sevən yalnız xalqıdan olan fərdilər və əski dövrədə milli dayanışma yalnız bu öz türklərin içindən səviyyəsinə dayanırdı. Məmləkətimizdə, dedik, torpaqlarımızda, məmləkətimizdə, vətənimizdə bir-birini sevən kimlər idi? Yalnız, yəni fəqət, təhcə, yalnız xalqıdan olan fərdilər idi. Yəni, xalqın içində yaşayan, xalqın içində olan, xalqının savadının fərqi məni səndən çox fərqli eləyir. Yox, savaddır. Sən bənnasan, orada bir 10 il işləmirsən, təcrübən var. Mən də getmişəm, kitab oxumuşam. Dənci nədir, yəni? Sən oxumusan, olmusan, döhdür, mən də oxumuşam, işləmişəm, olmuşam, bənna. Mən də il məhsul almışam. Mən də dükan açmışam, bəqqallıq eləmişəm, dəmirçilik eləmişəm, nəccarlıq eləmişəm, mekanikçilik eləmişəm. Yəni, sən məndən özünü niyə üstün görürsən? Nədən ötürü? Sən dərs oxuduğun zamanlar mən işləmişəm. Sənin əmniyyəti üçün mən savaşmışam. Sən indi məndən nəyə məsələn özünü şey tutursan? Xalq onu deyir.
Deyir ki, olan fərdlər və əski dövrdə milli dayanışma yalnız nədən bu öz türklərin içindən özlərin türk bilən öz türklərin içindən səviyyəsinə dayanırdı. Bunların özünün öz içindəki bir səviyyə vardı, ona dayanırdı. Burası da vardır ki, mədəni əxlaq yalnız millətimizə mənsub fərdlərin sayğın tanınmasında və içdən bir sevgi ilə sevilməsindən ibarət deyildir. Hə, deyir, bir dənə istisna var. Burası vardır ki, bir istisna var. Yalnız millətimizə mənsub fərdlərin sayğın tanınmasında və içdən bir sevgi ilə sevilməsindən ibarət deyildir. Deyir, bəs bu da mədəni əxlaq bundan ibarət deyil ki, deyək ki, millətimizin fərdlərin sevsaq, sayğın, möhtərəm bilsaq və içdən onlara sevgi ilə sevsaq, ya sevgimizi desək, bundan ibarət deyil. Baxın, bu bizdə bir çox, mesela İngilis şeyində düşübdür, Türkiyədə düşübdür. Səni sevirəm. Uşağıvı, xanımıvı, dədəvi, nənəvi, səni sevirəm. Bunu bildirirsən, bax, mən səni sevirəm. Sevmağı gündə desən də sən onu vurmazsan, ona tohin eləməzsən, ona hiqarət etməzsən. Səni sevirəm. Səni çox sevirəm. Amerikada love you demək, məsələn, gündə mən qızımla danışırdım. Mən nəvələrimi çox love you deyərəm, çox sevirəm sizi. Həm türkcə, həm ingiliscə bunu hər ikisini də deyərəm. Mənim qızım dedi ki, baba, bilirsən ki, rəvanşünaslar deyirlər ki, uşaq gərək gündə 10 ta 20 dəfə bu sözü dədənənəsindən eşidə. Dedim, yox, bilmirəm ki, bizlər deməzdik ki, bizlərə haram idi bunları demək. Deyərlər, susulu olublar bunlar. Yox, sevgini göstərəcəksən. Ha belə milli fəallar var. Sevgini göstərəcəksən. Səni sevirəm. Başımın tacısan. Gözümüzün üstündəsən. Əmrin mutadır. Fikirlərin gözümüz üstünədir. Fikri mənlə müxalifdir, düşmən eləməyəcək. Fikri mənlə müxalifdir, Allah kömək olsun. Amma müxalifələrdir ki, fikri aparar qabağa. Bizim bir dostumuz var Təbrizdə. Ərusi der Təbriz adına bir məqalələr yazır. Mən onun məqalələrin bir-ikisinə cavab vermək üçün oturdum, məqalələr yazdım. Çox da özüm də sevindim. Dostumuz da fikircəm sevinər, həttmən gərək sevinər. Çünki biz bir-birimizi məhkum eləməyə çalışmırıq. Qaranlıq fikrimizin, qaranlıq tərəflərin bir-birimizin köməkliyi ilə işıqlandırmağa çalışırıq. Mənim fikirlərimin bir tərəfləri qaranlıqdır. Yəni, bir tərəfli baxıram mövzuya. Bir ayrı adam bir ayrı zaviyədən baxdığı üçün o qaranlıq görür, mən qaranlığı görmürdüm. İndi baxın, siz mənə baxırsınız, mənim bu tərəfim işıqdır, bu tərəfim yox. Bunu mən özüm mümkündür, əgər ora baxmasaydım görməzdim. Amma siz bunu görərsiniz. Mənim danışıqlarımda da bu türdür. Fikrimdə də, düşüncəmdə də bu türdür. İnsan mütləq deyil. Tamamiyə zaviyələrdən, açılardan fikrə baxa bilməz. Bu insanın məhdudiyyətidir. Savadının məhdudiyyəsi, təcrübəsinin məhdudiyyəsi, kitabları çox onun məhdudiyyəti, ailədə ki, doğubdur, yekəlibdir, onun məhdudiyyəti, harda yaşır, işi nədir, gücü nədir, gəliri nə qədərdir, bunların hamısı məhdudiyyət yaradır fikrə. Gərçi, başdan sayğın tanılan və sevilən fərdlər vətəndaşlarımızdır. Deyir ki, gərçi, yəni bundan belə ki, gərçi farscadır. Bundan belə ki, başda, ən üstdə sayğın tanılan və sevilən kimlərdir? Vətəndaşlarımızın fərdləridir. Hər kəs ki, Azərbaycanlıdır, türkdür. Bu, baxın, indi biz bir zamanədə getirik ki, bir də insanlar bilmirlər türkdülər, Azərbaycanlıdırlar. Bunların zihni dolubdur, brainwash olublar, beyinləri yuyulubdur, bunlar paniranist, bunlar biz düşmən deyil. Hərəmiz bir tarixdə ayılmışıq. Hamımızın bir tarixi var. Tarix götürə qoya bildik ki, deyər, filan ildən mən ayılmağı öyrəndim. Bəziləri hələ ayırmayıbdır. Neynəsin? Bu düşmən deyil ki. Bu bizim vətəndaşımızdır.
Ayılanların təqsiridir ki, ayılmayanlar ayılmayıbdır. Ayılanlar gərək ayıldıqlar. Elə bir ki, bir dənə bomba şimyaya atıblar. Biz hamımız bir otaqda yatmışıq. Adı Azərbaycan ya adı İran. Bir otaqda yatmışıq. Bizə yuxu davası veriblər. Yatırdıblar. İndi birimiz ayılırıq. Ayılan kimi gərək yaxşı, mənim yanımda şimdi niyə yatıbdır? Bunu mən nə cür ayılda biləm? O bizim Zəncanlı möhtərəm şairimiz deyir, mən gecəni sübhə kimi bağırdım, ayılmadınız. Bağıracaqsan. Çünki onlar özləri yatmayıblar ki, onları yatırdıblar. Çünki bizi onlarla birləşdirən ortaq bir kültür, ortaq bir yurt, ortaq bir dil, ortaq bir din vardır. Bizi o adamlarla şimdi yuxuladıblar İranda, onlarla bizi birləşdirən nədir? Bir vətən, bir milli kültür, bir yurt, yəni vətən, topraq, bir dil, müştərək dil, bir din. Mən şiəliğinə müxalifəm. Amma nəhayətdə o da şiə desən də şiəsən. Fəqət biz bir milli kültürə bağlı olduğumuz kimi bir millətlər arası mədəniyyətə daxilik. Deyir ki, necə ki biz bir milli kültürümüz var, Türklərin hamısının. Dünyanın harasında, hangi məmləkət adı altında, hangi bayraq adı adında olur olsun, hangi hükümət altında alır olsun, biz bir millətik, Türk. Ləhcələrimiz fərqlidir. Birinin Güney Azərbaycanda, Güney Azərbaycanın 50-60 dənə ləhcəsi var. Yəni bunlar heç birisi pis deyil, hamısı gözəldir. Bu bağın gülləridir və bunları saxlamağa gərək çalışaq. Həm yazıda, həm şəfahidə, həm məktəbdə, mədrəsədə. Yəni bu cür deyil ki, biz gələk deyək, bir dənə ədəbi dil gələcəkdir, tamam ləhcələri aradan aparaq. Belə bir şey yox. Əsən bu olmamalıdır. Bu zülmüdür. Belə bir düşüncə. Fəqət biz bir milli kültürə bağlı olduğumuz kimi, milli kültürümüz var, hamımız ona bağlıyıq. Türkçülük. Danışırıq ba, adam deyir ki, məsələn, mən pan İran istəyəm, İransıyam falan, amma türkçü danışır. O onu göstərir ki, bu adamın bir bağlılığı var. Milli kültür kimi bir də millətlər arası Amerikalı, Kanadalı, İngilisli, Ruslu, Fransalı, Ərəblisi, Ərəb məmləkətlər, Türk məmləkətlər, millətlər arası mədəniyyətə daxildir. Bir dənə mədəniyyət var ki, millətlər arası. Dedik, mədəniyyət nədir? Mədəniyyət ibarət oldu. O şeylərdən ki, bir fərdilər ya qurumlar vasitəsindən yaranar və müdiriyyət olar. Teknoloji kimi, sinema kimi, film kimi, kitab kimi. Bu cür bir şeylər. İdarə kimi, hizb kimi, qanun kimi, bunlar mədəniyyətdir. Bunlar şey deyil, tarix, bunlar millətlər arasında. Məsələn, tamam bu görürsünüz ki, teknolojilər, məsələn, indi deyək ki, internet, telefon, mahvarə, radio, televizyon, sinemalar, filmlər, nümayişgahlar. Bunlar millətlər arası hamıda vardı, bizdə də var. Pəs biz də onların içində yox. Yəni bir dənə də mədəniyyət vardı ki, millətlər arasındadır. Milli kültürümüzü sevdiyimiz kimi mədəniyyətimizi də seviriz. Necə milli kimliyimizi, kültürümüzü sevirik, ona kimi mədəniyyətimizi də sevirik. Dedik ki, mədəniyyətimiz də hər nə ki bizim mədəniyyətimizdə yaratmışıq tarix içində, ya da din kimi dəyişdirmişik neçə dəfə. Dini mədəniyyət bilmir bu adam, milli kültür bilir, amma mən mədəniyyət bilirəm. Çünki din də bir nəfərin əli ilə gəlibdir, bir iddədə onu idarə edirlər. Mollalar indi İranda idarə edirlər və Həzrət Məhəmməd vasitəsilə İslam gəlibdir. O halda mədəniyyətdaşlarımızı sevməmiş və sayğın görməmiz gərəkməzmi? O halda ki, mədəniyyət vardı, hər kəs ki, bizlə mədəniyyəti müştərəkdir. Avropalı olsun, Amerikalı olsun, Kanadalı olsun, mədəniyyətdən danışırıq. Deyir, onlarda sevmək olmaz. Gərək sevək da. O halda mədəniyyətdaşlarımızı, onlar ki, bizlə mədəniyyətdə iştirakçıları vardı, müştərəkdilər, birik, sevməmiş, yəni sevmək lazımdır və sayğın ehtiram görməmiz, onlardan ehtiram görməmiz və göstərməmiz gərəkməzmi? Vacib deyilmi?
Bu da deyir ki, yəni vacibdir. Əziz dostlar, 60-cı səhifəyə yetişdik. Burada qalsın. Yarın oxumağa cəhd edirəm, ömür olursa. Sağ olun, sağ qalın, gecəniz xeyir olsun.